Salam dəyərli izləyicilər, 27 aprel tarixli olan hava məlumatını diqqətinizə təqdim edirəm. Zəhmət olmasa YouTube-da bu izlədiyiniz kanalı abunə olun ki, digər vacib xəbərlərimizi də izləyə biləsiniz. Aprelin 27-sində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Qeyd olunur ki, aprelin 27-sində Bakıda gecə və səhər arabir duman olacağı, eyni zamanda mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 9-13, gündüz 16-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə sabah hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bundan başqa ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 8-12, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.